Azərbaycanın süni sürətdə erməniləşdirilən və ruslaşdırılan generalları Ağası bəy İskəndər bəy oğlu Afşarov. Əslən Şamaxı bəylərinin nəslindəndir. Suvari ordu generalıdır. Peterburq Suvari məktəbinin rəhbəri olmuşdur. Lakin erməniləşdirilərək adı Aleksandr Aleksandroviç Afşarov kimi qeyd edilmişdir. Hətta qəbul üstündə erməni hərfləri ilə yazılmış və erməni xası qoyulmuş. Hətta Qriqoryanlığı qəbul etdiyi belə iddia edilmişdir. 2. Fərəcullah Ağarızabəy oğlu Ağayev. Həsən bəy Zərdabinin atasının dayısıdır. 1862-ci ildə Rus ordusunun general rütbəsini almışdır. Lakin dəfn edildikdə onun Rus olduğu iddia edilmiş, hətta pravoslavlılar qəbul edildiyi iddia edilmiş və Nikolay Nikolayeviç Ağayev kimi təqdim edilmişdir. 3. Neymətullah Hacı Qasım oğlu Heydərov. 1884-cü ildən Rus ordusunun general mayorudur. Hətta uzun müddət orada xidmət etmiş, böyük rütbələr və medallar qazanmışdır. Lakin çox təəssüf edirəm ki, bu da ruslaşdırılaraq süni şəkildə Qaydarov Naum Kasyanoviç deyə qeyd edilmişdir. Hətta qəbulun üstünə belə pravoslav işarəsi qoyulmuşdur. 4. Ən nəhayət Davud Kərimbəy oğlu Yadigarov. Onu deyim ki, bəy nəslindən Yadigarovlardan olan bu şəxs Borçalının Təkəli ərazisindəndir. Təkəli tayfalarına mənsubdur. Əvvəlcə Rus ordusunun polkovniki, daha sonra isə ADR ordusunun general mayoru olmuş, ermənilərə qarşı mübarizədə doğrudan da fəallıq göstərmişdir. 1947-ci ildə New Yorkda vəfat etmiş. Çox təəssüflər olsa ki, Rus pravoslav qəbristanlığında dəfn edilərək David Sergeyeviç Yedigarov deyə qeyd edilmişdir.